mən bilirdim ki, hasansa mənim anam məni axtaracaq öz balası üçün. Heç vaxt analar balasını atmaz. Mən də heç vaxt anama atmaram. Mənim anam ana olubma. Bəzi dırnaq arası dayıların anaları kimi olmuyor. Bir daha ki öz doğma anasını ata, öz anasını atasını ata. Mən indi başa düşürəm ki, necə səv eləmişəm. Bir ata daha ki öz anasının məzarına gəlməyək. Öz atasının məzarına gəlməyək. Öz bacıları, qohuma qarasına maraqlanmıyaq. 24-25 ildən sonra gələn mənim həyatıma qarşı. Mənim arzularımı piç eləyə. Belə vəziyyətlərə sala məni. Mən çox axılsızlıq elədim. O da bana ar geliyor. O da bana ar geliyor. Sehrap stüdyodadır. Sehrap buyur stüdyoya. Dağ başında bir gül gibi boynu bükük kalan yarim, dikenleri acımadan yüreğime eken yarim, bir kez sana ben kendimi unutmuşum, ey aşkın ile kavrulmuşum. Sevdan beni kül eyledi, aşkın ile kavrulmuşum. Sevdan beni kül eyledi, berivanım, berivanım. Bir saniye otur. Otur yavaşça. Yavaşça otur. Berivanım, ey berivanım, kör kokulu da ceylan. Anam istəyəndə düşmənlər. Sakinleş. Uyanamıyorsun da var. Bu son da artık. Anam. Yalnız da yalnız Uyanamıyorsun. bu torpağı sevməli, bu vətəni sevməli, bu vətəni qorumalı və burada da çörəyini qazanmalıdır. Başqa yerə getməyin əhəmiyyəti yoxdur. Görürük nə qədər əziyyətlər çəkir bizim insanlar. Sehrap gözün aydın. Başlayın. Sehrap bilirsen kim gelip? Balaca bir kız gelip senin için stüdyoya. Gel bura kızım gel bura. Gel bura gel bura gel bura. Bacının kızıdır. Senin için geleceğim, bir kez sana bağlanmışım. Ben kendimi unutmuşum, hey aşkın ile kanmışım. Sevdan belli. Anam benim balaca anamdır.
Xalan qızı da buradadır. Gəlsin bura. Xalan qızı da buradadır. Ne kadar insan gelip seninle görüşmeye. İşte. Oğlum. Allah hamınıza kömək olsun. Da ceylanım benim anım. Zaten alım. Ay. Elim kazağım da zaten alım. Ay fışkı. Başına diyeyim. Sana kurban olayım. Alkışlarla yola salım sizi. Çok sağ olun.